Cruises.az-ın dəyərli dostları, müştəriləri Explora Journeys gəmi şirkətinə aid Explora 1 gəmisinin kəşfini davam edirik. Deməli 5-ci mərtəbədə belə bir Ocean Wellness adında spa bölümü var. Qarşı tərəfdə qadın gözəllik salonudur. Və burada girişidir. İçəridə həmən sol tərəfdə belə bir mini shop. Xanımlar yəqin ki bilər, qiymətlərlə əlaqədar ən azından bir məlumat xarakterli bu gəmidə olanlardır. Wellness'in girişi buradır. Good afternoon. Deməli, bütün müştərilərə wellness hissəsi, yəni buxar saunasıdır, su saunasıdır, jacuzzidir. Bunlar daxildir. Mən də içəriyə keçmirəm, çünki içəridə ola bilər ki, müştərilər olsun. Masaj əlavədir. Günlərin proqramı etibarilə burada öz əksini tapır. Çox xoş bir atmosfer var girişi etibarilə və içəridə yəqin ki insanlar var, ona görə də girib narahat eləməyəcəm. Amma gözəl bir spa və hissəsi var. Spadan çıxar-çıxmaz irəli tərəfdə, tam qarşıda deməli Krema kafedir. Hansı ki çox gözəl və fərqli kofelər, eləcə də atışdırmalıqları. Yəni günün demək olar ki, müxtəlif saatında atışdırmalıqları. Yəni oturum tam yemək yeməyim. Biraz elə-belə atışdırmalıq istəyirəm deyəndə buraya yaxınlaşa bilirsiniz. Deməli, şirniyyatlar etibarilə İtalyan şirniyyatları həqiqətən çox dadlıdır. Mənim favoritim Denatadır. Bu şəkil mini buterbrotlar, istər balıq, istər pendir, pomidor tipli, bu tip atışdırmaqları rahat bir şəkildə əldə edə bilirsiniz. Bu şəkil kukislər, şokoladlar. Çox gözəl bir dizaynı var. Ümumi görüntünü mən belə sizə göstərim. Və Krema kafeye girəndə ən favorit yerlərdən biridir. Və bəlkə digər videoları qarşımıza çıxıb. Bu şəkil. Köpəs. Thank you. Bu şəkil möhtəşəm dizaynı var. Və də baxın buranın oturmaq üçün olan yeri həddindən artıq gözəldir. O tərəflərdə indi oturanlar var, ona görə oranı mən çox çəkməyəcəm. Və buradan həmən çıxışda bu hissəni görürsünüz. Balkonda da oturup sigaret çekmek mümkündür isteyenler için. Kokteyller, kofeler hakkında müxtəlif kitaplar. Krema kafe belə bir yerdir. Krema kafe qutaran kimi art galeri başlayır. Deməli, burada girən kimi bizi nə qarşılayır? Həmən bir kitabxana.
qarşılayır. Və onun da təqibində qaleriya. Qaleriya d'Arte adında həqiqi mənada çox fərqli incəsənət əsərlərinin və onların necə hazırlandığını videolarında göstərən bax belə əsərlərdir. Hal-hazırda nahar vaxtıdır. Yəqin ki, ona görə oradakı əməkdaşlar yerlərində deyirlər. Və olan əsərlər istər Pablo Picasso'nun, istər Salvador Dali'nin orijinal əsərləridir və satılır müxtəlif qiymətlərə. Məsələn, bilirsiniz, söhbət əgər sənətdən gedirsə, millətimiz sənətə həqiqətən çox dəyər verəndir və çox sözə, necə deyərlər, ehtiyac yoxdur. Hər əsərin də həmən yanında bu əsərlə əlaqədar olan məlumatlar öz əksini tapır. Digər videolarda qeyd eləmişdim. Həqiqətən cari həyatımızdakı o qaça-qaç, tələsmə, nəyisə çatdırmaq, qayğı, bunlardan uzaqlaşmaq üçün çox gözəl bir seçimdir. Bu həm sizə göstərilən xidmətdə öz əksini tapır. Həm gəminin dizaynında, həm yemək, içmə, bar, kafe, restoran bu hissədə olan operativlik. Bilirsiniz, bəzən gündəlik həyatda o qədər ki tələsirik və bu bizim xüsusilə qida sifarişi verdiyimizdə biraz tələsdirir bizi. Bu bizim qaleriya bölümü.
Deməli, qalereyaya. Hemen galereyanın yanında deməli, Marble restoranıdır. Əsas steak restoranı olarak qüvvədədir. Bu şekilde bir giriş. Buradaki menüden birine en azından bir fikir sahip olmanız için deməli, lobsterlardan salad, steakler, bu şekilde restoranın iç kısmıdır. Qəhvəyi renkler üstünlüktür. Və ət və ona bağlı ola biləcək bir foto şəkillərlə təmin olunub. Gəminin özü elədir ki, insan həqiqətən də həm dincəlir, həm də bu onun səsinə də təsir edir. Mən diqqət edirəm ki, yavaş danışıram. Bax, belə bir çox fərqli bir çilçıraq stilləri var. Bir də indi restoranın digər bu girişdən həmən sağ tərəfdir. Hemen sol tarafın bir ümumi görüntüsünü vermeye çalışacağım. Burada birçok diğer gemilerde olmayan açık mətbəxdir ki, açık mətbəx her zaman gemilerin rahat bir şekilde gösterebileceği bir şey değil. Mümkün mertebe bağlı olur, arka planda olur. Bu da bir diğer hissə. Əmin olun, çox ləzzətli yeməklər verilir. Həddindən artıq. Bundan əvvəlki videolarımda qeyd eləmişdim. Michelin ulduzlu aşçıların kurasasındadır. Çok güzel. Son baxış. Restoranlara girəndə əminəm sizlər də diqqət edirsiniz, amma deməli bağlı yox, açıqdır. Restoranın təmizliyi birinci növbədə elə ayaq yolundan başlayır. Hal-hazırda günorta vaxtıdır və elə əvvəl gəlmədən birbaşa canlı olaraq keçdim içəri. Kifayət qədər təmizdir. Ama niyəsə burada elektron qapı açma qoymayıblar. Əslində restoranda olmağı daha üstün olardı. Baxın belə, bir ümumi və rahat görə biləsiniz deyə Explora üçün çəkdiyimiz videolar
diğerlerinden farklı olarak uzun olacak ki rahat bir şekilde hem görəsiz detallarını. Əminəm ki, lüks sevən müştərilərimiz bu hər bir incə detala diqqət eləyir. Və bu sizlər üçündür ki, rahat bir şekilde bütün inceliklerini görə biləsiniz. Merbel'dan çıxdıq. Çıxan kimi yenə bayaq öz əksini tapan art qaleriya idi. Sənət qaleriyası. Davam eləyirik. Diğer videolarda qeyd eləmişdim. Yəni, mümkün mərtəbə çəkilişi günorta vaxtı eləməyə çalışıram ki, həm insanlar az olsun. Çünkü həssas ola bilər insanlar və hansısa videoya düşməkləri də istənməyə bilər. Başa düşüləndir. Amma hər bir halda biz də bunu MSC gemi şirkətinin nəzdində olan bu Explora Journeys gemi şirkətinin bir də bir xeyriyyə məqsədi ilə MSC Foundation dediğimiz var. İsteyen ora istediği miqdarda bağışlar eləyə bilir. Merbel restoranında neyden bəhs edirdim ki, olsaydı yaxşı olardı. Mesela burada bir şayək yolsudur. Yaxınlaşan kimi ve elimizi vurmadan artık açılır. Okay, yani restoranda belə bir şeyin olmağı daha yaxşı olardı. Təqibində hemen sol tarafta Asterin Lunch. Müxtəlif yığıncaqların, eğer çok sayıda gəlirsinizsə, sonra əyləncələrin, göstərilərin, tamaşaların həyata keçdiyi bir zaldır. Diğer videolarda demiştim, tekrar edeyim. Geminin birçok hissəsi güneşi rahat görür. Bu üstünlüktür. Akşam vaxtı dostlarla biraz vaxt geçirdi. Bilardo oynamaq istəyənlər üçün belə bir mekan var, hemen lancın böyründə. Həddən artıq maraqlı elementlər var. Öz-özlüyündə gözəllik qatır. Demək olar hər lunch bölümündə, kafede, restoranda vesaire bar var ve barda dediğim gibi birçok içki dahildir. Burada gördüğünüz içkinin çoxu dahildir. Ve böyle bir farklı dizaynda bir bar. Hemen Aster'den çıxışda hovuzdu. İndi orada dincələnlər var. Ona görə mən geminin tam arxasında maraqlı bir
hovuzda. Hansı ki oradan artıq demək olar ki bütün hovuza girəndə bütün şeyləri, bütün mənzərə demək olar şəhər mənzərəsi ayağımızın altındadır. Yəni də mən burada yeni bir bar. Aster'in hovuz barı. Bu şekil güneşlenebilmek için. Bura hal-hazırda Bolos'dur. Yunanistanın Bolos adasıdır. Bu şekil insanlar dincəlir və gəminin arxa bölümünün görüntüsü. Arxa bölümdə daha çox penthouslar, suitlər şekilde o tarafa gitmiyor. O tarafta insanlar dincəlir. Ona göre de her ince detal deyəndə bakın. Bu tavandır. Ve bu tavan demək olar bütün bar boyunca devam ediyor. Belki çok dikkate alınacak bir şey değil ama farklı bir dizayn verir. Ve bu şekilde devam eder. Buradan çıkarız. Deməli, Asterlanca buradan da giriş var. Hemen hovuzun arkasından. Sol tarafımızda ise Japon mətbəxidir. Sakura restoranı. Hansı ki burada da yemekler ödemiş olduğunuz pula dahildir. Şimdi bakaq, eğer hemen girişte böyle bir şey karşılıyor bizi. Bu bizi karşılama deskidir. Japon mətbəxi olunca sanki bir sakura abu havası. Yəqin ki suyunidir. Əlbəttə ki təbii suyunidir. Japon içkiləri. Yaxından maraqlı olanlar bilir. Yani çok meşhur Ibiki viskilerinden tutun. Masada oturmadan evvel, yani masaya birinci bunlar gelir. Bu şekil, dizayn olarak bu şekil. İstəsəniz sifarişi verib belə dostlarla bu bar oturacağı tipli yerlerde oturarsınız. Düzdür, hərçənd bu tip oturacaqlar çok komfort gəlmədi mənə, tam rahat, ama bunun arxası mətbəxdir. Açıq mətbəxdir. Akşam sifarişi, yemək vaxtı sifarişi verdiğinizdə bu qalxır və açıq bir şekilde orada sifarişləriniz hazırlanır.
Bunun şəkli yəni həqiqətən şəkil kimi bir restorandır. Ya bu şekilde sifarişleriniz qəbul olurlar, ya da Japonlara xas hemen burada oturup bar tipli hem sifarişinizi verip yemeklerinizi yiyebilirsiniz, hem de dostlarının hoş vaxt keçirdə bilərsiniz. Açmağa çalışdım, dedim belki açılır, açın. Dizayndır. Buyurun, bu da bir farklı bir dizayn. Gəmidə demək olar bütün dünya millətlərindən var. Avustralya'dan Amerika'ya kadar. Bu da bizim Sakura restoranıydı. Deməli, Marble Sakura. Diğer videoda Antoloji İtalyan restoranını göstermiştim size. Toplam 6 restorandan 5'i ödediğiniz pula dahildir. Bu arada ödediğiniz pula internetdir, bəxşişlərdir. Bunlar da dahildir. Yani əlavə içkilərin çoxudur, spirtli veya spirtsiz. Və yəni əlavə nələrəsə xərcim çıxar fikri yaşanmır. Yəni söhbət ondan getmir ki, siz onu vermək iqtidarındasınız ya yox. Söhbət ondan gedir ki, lüks səyahətin bu otellər üçün də belədir, gəmilər üçün də belədir. Qayğısız istirahətdən söhbət gedir. Hər hansı bir şeyə fikirləşməmək ki, bu oldu mu, olmadı mı, o əlavə mı olacaq, daxil olacaq mı və s. Yenə qayıdırıq. Bu hissəyə mən əslində buradan çox gözəl bir mənzərə açılır, amma gəlin düşək, deməli Marble restoranından aşağıda Mediaxtdır. O pilləkənin üstündə elə bir fərqli dizaynda silsilaq var. Deməli, gəldik 4-cü mərtəbəyə. 4-cü mərtəbədə 2 dənə restoran həmən pilləkən biter bitmezdi. Bunlardan biri Filroge'dur, diğeri de Mediaxt Club'dır. Bakın, eğer giriş alınsa, Filroge'a bir giriş. Her bir restorana dikkat edirsek giriş dizaynları tamamıyla farklıdır. Necə ki, hər elementə diqqətlə yanaşılır. Eləcə də yeməklərin keyfiyyətinə də çox yüksək səviyyədə yeməklərlə təmin olunur. O hemen qarşıdakı Mediaxt restoranıdır və 2 restoranın arasında burada yəqin ki, biraz prinsip gözləmə yeri kimi nəzərdə tutulub. Çünki bu 2 restoranın arasıdır. Hansısa birine konkret ait değil. Her restoranın girişinde ellerinizi dezinfeksiya eləmək üçün belə bir xoş dizaynda.
Çox incə bir şəkildə dizayn olmuş. Baxın, belə ara kəsmələr var. Hansı ki, bu ara kəsmələr nəticəsində düzdür, tam bağlanmır qarşı tərəf, amma sanki daha rahat ayrılıb. Bəzən xatırlayırsınızsa sizə deyirik ki, neçə nəfərlik stol istəyirsiniz. Onu deməyimizdəki səbəblərdən də biri budur. Məsələn, 2 nəfərlik var, 4 nəfərlik var. Altı nəfərlik var. Və ya 10 nəfərlik. Yəni asılıdır neçə nəfərlik qrupda və ya neçə nəfərlik masada əyləşmək istəyirsiniz. Çünki ola bilər ki, siz 2 nəfər olaraq səyahət edirsiniz və yaxud 4 nəfər olaraq, amma böyük bir masada olmaq sizə bir maneçilik törətmir. Əksinə, bəlkə də yeni insanlarla tanış olmaq, dünyanın bir çox ölkəsindən burada insanlar var, əmin olun. Yəni, demək olar, millət sayını öyrənmədim, amma indi elə yəqin ki, öyrənərəm. Çünki o qədər fərqli insanlarla tanış olursan və bu da onun göstəricisidir ki, dünyanın bir çox yerindən burada insanlar var. Filrac restoranını qurtardıq. Med Yacht Club. Bilirsiniz, MSC gəmi şirkətinin nəzdində yacht klublar var və yacht klublar gəmi içində gəmi tərzində bir bölümdür. Burada Med Yacht Club restoranının girişidir, hemen sağ tərəf. Burada daha çox gəmi elementlərinə üstünlük verilib. Əminəm bunlar yacht severlər üçün fərqli bir məkan kimi gəlib. Hər restoranda sadəcə qidalanma deyil, o atmosferi yaşamaq bu da bir növ lobi tərzi, restoran daxilində lobi tərzi deyə biləcəyimiz yer. Hər güşəsi fərqlidir.
Yəni yaxta, dənizçiliyə aid ciddi mənada çox əşya var. Belə Mediaxt Club restoranı da belə bu orta bölüm də oradan çox şahanədir. Necə deyərlər? Beləcə Mediaxt Club restoranını tərk edirəm. Və bura 4-cü mərtəbə restorandan çıxan kimi bir koridordur, amma yəni hər nöqtəsində nə isə etməyə, hansısa gözəllik qatmağa çalışın. Gözəldir. Və bu bölümdə artıq mağazalar başlayır, duty free mağazaları. Müxtəlif dünya brendlərinin qadınların sevimli yeri. Deməli, digər standart gəmilərdən fərqli olaraq, bilirsiniz, onlarda bir reception məntiqi var, amma burada reception məntiqi işləmir. Niyə? Yəni, necə işləmir? Bu şəkil fərdi qaydada oturub qulluq göstərilir. Yəni, kimin nə sualı varsa, fərdi qaydada yanaşılır. Bu isə gəminin lobi barı, demək olar ki, ürəyi. Bir çox insanın günün müxtəlif saatında vaxt keçirdikləri yer. Hemen lobi barın qarşı tərəfində də digər mağazalardır. Duty free mağazaları yenə Cartier, Rolex kimi məkanlar. Bayaq gəldiyimiz yerə qayıdıram. Çünki oradan davam eləyək ki, bir fikir qarışmasın. Ümumi bir fikir sahibi ola biləsiniz. Deməli, lobi barı keçdikdən sonra
Journeys Lounge bir növ bir teatr deyək ona. Orada daha çox o tip tədbirlər keçilir və yol üstü də kazino var. Kazino böyük bir kazino deyil. Digər gəmilərdə olduğu kimi böyük bir kazino yoxdur. Bir neçə oyun aparatı var. Poker, blackjack, bir də ruletka. Gəmilər dayananda, ümumiyyətlə qaydaları belədir. Gəmilər dayananda kazino və mağazalar bağlanır. İndi gəmi dayanıb. Deməli, kazinonun təqibində Journeys Lounge-dayıq. Journeys Lounge əsasən tədbirlərin, axşam əyləncələrin, müxtəlif janrda əyləncələr həyata keçirə biləcək bir zaldır. Daha böyük lounge'dır. Və çox möhtəşəm. İstər dizayn olaraq, istər səs akustikası olaraq. Ekran möhtəşəmdir. Ekran, yəni oturanların demək olar ki, sanki hamısını qucaqlayır. Heç kim özünü belə deyək, sanki yandan baxırmış kimi hiss eləmir. MSC gəmi şirkətinə aid Explora Journeys gəmisi və Explora Journeys gəmi şirkətinə aid Explora 1 gəmisi. Daha belə möhtəşəm bir zaldır. Oturacaqları həddindən artıq rahatdır. Burada gördüyünüz hal-hazırda boşdur, amma bura bardır. Əyləncə olduğu vaxt, tədbir keçiriləndə mütləq ki açılır. Və istədiyiniz içkiləri rahat bir şəkildə əldə edə bilirsiniz. Bu zaldan digər çıxışdır. Nəticə etibarilə baxın, belə bir zaldır. Möhtəşəm şey. The document program was supposed to be carpenter, but the carpenter said. Bu da bizim 4-cü mərtəbə. İrəlidə bayaq göstərdiyim butiklərdir. Ona görə də demək olar davam eləməyəcəm o tərəfə. Hal-hazırda 4-dəyik. Deməli, bu da lift bölümü. 3-cü mərtəbədə bir Mayran Lounge daha var. Onu başqa videomuzda. Baxın belə. Belə bir möhtəşəm bir Explora 1 gəmisidir. Explora 1 ilə Explora 2 bir-birindən çox fərqlənmir. Oxşardır. Mən istəyirəm videonun sonunda lobby barı bir daha göstərim sizə. Lobby bar həm hündürlüyü olaraq, həm təqdim etdikləri olaraq çox fərqli bir məkandır. Əminəm ki, inşallah gəldiyinizdə vaxt keçirəcəyiniz
ən məşhur yerlərdən biri olacaq. Baxın, loy var burada. İki cəbhədən göstərmək həmişə yaxşıdır. Niyə? Həm buranın necə görsəndiyini, həm də buradan oturulan yerlər necə görsənir, bir də o. Hələlik.